Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün uşaqlığımın ən ləzzətli, ən dadlı peçenyalarını hazırlayacağam. Hazırlaması çox asandır, peçenyaların da dadından doymaq olmur. Xəmiri hazırlamaq üçün 2 ədəd ağlı sarlı, iri ölçüdə yumurta götürürük. Üzərinə 200 qram şəkər tozu əlavə edirik. Bu da 200 ml stəkan ölçüsü ilə 1 stəkan dolu şəkər tozu eləyir. Və 1 çimdik duz, 1 paket vanilya əlavə edirik və bunları çırpıcı vasitəsilə yaxşı-yaxşı 2 dəqiqə müddətində qarışdırırıq. Əgər əllə qarışdırmaq sizlərə çətin gələrsə, əlinizi yorarsa, onda mikserlə də qarışdıra bilərsiniz. Yəni fərq etməz. Həm mikserlə, həm də yumurta çırpan vasitəsilə 2 dəqiqə müddətində qarışdırırıq ki, həm rəngləri çox az biraz ağarsın. Gördüyünüz kimi artıq rəngi bir qədər ağardı. Həm də şəkər tozu ilə yumurta tamamilə bir-birinə qarışsın. Daha sonra isə bura ev temperaturunda tam yumuşalmış 180 qram kərə yağı əlavə edirik. Əgər kərə yağınız olmasa, o da problem deyil. Paçka margarin yağlarından da istifadə edə bilərsiniz. Amma çalışın ki, mütləq yağ ev temperaturunda tam yumuşalmış olsun. Yağımızı əlavə etdikdən sonra üzərinə 100 qram da xama əlavə edirik. 20-25% xamalardan istifadə edə bilərsiniz və bunları da yaxşı-yaxşı yenə də çırpıcı vasitəsilə qarışdırırıq. Mütləq çalışın ki, xamadır, yağdır, yumurtadır, bunlar hamısı ev temperaturunda olsunlar. Görürsünüz, yağ yumuşaq olanda qarışdırmaqda çox rahat olur. Ona görə əvvəlcədən çıxardın, radiatorun üzərinə, ocaq kənarına qoyun ki, qalsın, yağımız yumuşalsın və xamanı da əlavə etdik, qarışdırdıq. Ən sonda isə unumuzu hissə-hissə əlavə edirik və 1 paket, yəni 10 qram da qabartma tozunu əlavə edərək öncə qarışdırırıq biraz qaşıqla, daha sonra isə artıq xəmirimizi əlimizlə yoğururuq. Xəmir çox yumşaq bir xəmir olur. Demək, ümumilikdə mən bu xəmirə 550 qram un istifadə etdim. Unu da bir dəfəlik əlavə etmirəm gördüyünüz kimi, çünki unların növündən asılı olaraq ola bilər artıq və ya əski istifadə oluna bilər. Hər zaman unu çalışın ki, hissə-hissə əlavə edin. Yəni reseptdə yazılan un miqdarını bir dəfəyə xəmirin içərisinə əlavə etməyin. Unumuzu gördüyünüz kimi hissə-hissə əlavə edirəm. Hələ ki xəmir çox qatı deyil. Qaşıqla qarışdırdım. Artıq qatlaşmağa doğru xəmirimi əlimlə yoğururam. Yenə də qeyd edirəm, bu xəmir üçün mən ümumilikdə 550 qram undan istifadə etdim. 550 qram un da tərəzisi olmayan xanımlarımızın nəzərinə çatdırım ki, hər zaman videolarımda istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 4 stəkandan 1 xörək qaşığı yarım artıq un eləyir. Açıqlama bölümündə də hamısını qramla, stəkan ölçüsü ilə qeyd edəcəm. Baxın, gördüyünüz kimi yumşaq bir xəmir oldu. Xəmiri yoğurduqdan sonra bir salafan içərisinə yerləşdiririk və soyuducunun buzluğunda, yəni dondurucusunda hardasa bir 30 dəqiqə, 35 dəqiqə gözlətmək lazımdır ki, xəmir biraz bərkisin. Ona görə baxın, üzərindən biraz belə yayıram ki, xəmir biraz incəlsin, yəni nazik olsun ki, xəmir tez bərkisin, tez donsun. Və beləcə xəmirimizi yaydıqdan sonra salafanın ağzını bağlayırıq və buzluğa göndəririk. Xəmirimizi mütləq buzluqda qalıb bərkiməlidir. Qeyd etdiyim kimi, hardasa bir 30-35 dəqiqə müddətində buzluqda saxladım. Daha sonra isə götürürəm buzluqdan. Düzdür, lap çox, yəni donmayıb, amma bir qədər bərkiyib, mütləq bərkiməlidir ki, bu ət maşından keçiriləndə ət maşına yapışmasın, rahatlıqla keçirilsin. Bərkiyən xəmirimizdən hissələr ayırırıq, bir qədər götürürəm, hamısını bölmürəm, qalan hissəsini isə yenə də buzluqda saxlayıram ki, ev temperaturunda qalıb yumşalmasın. Ət maşınımızın bıçaq hissəsini içərisindən çıxardıram, bu bizə lazım deyil və ət maşınını yenidən yerinə bağlayıram. Və xəmirdən hissələr götürürəm, kəsirəm, biraz əlimlə uzunsov şəkildə forma verib və başlayıram ət maşınından keçirtməyə. Baxın, beləcə görürsünüz, biraz uzunsov forma verirəm və hissə-hissə ət maşınından keçirdirəm. Keçirtdikcə də bıçaqla kəsirəm, mütləq yanınızda bir iti bıçaq saxlayın və baxın, beləcə kəsirik və kəsdiyimiz hissəni, biraz bu hissəni bərkidirik. Yüngülcə və bunlar da belə qalır. Və belə hamısını hazırlayıb məsafəli şəkildə listimizə düzürük. Mütləq məsafə saxlayın ki, çünki bişəndə də bir qədər peçenyalar şişirlər, bir-birinə yapışmasınlar. Bu reseptlə məndə tam 2 list peçenyalar alındı. Çox bərəkətli bir reseptdir. İnanın, bu peçenyalar o qədər dadlı, o qədər ləzzətlidir ki, həqiqətən də yeyərkən dadından doymaq olmur və çox yumşaq alınır. Mən hər zaman bu peçenyalar bişirərkən rəngini biraz ağ saxlayırdım.
Yəni çox qızartmırdım. Ağ saxlayırdım və sonda bişib soyduqdan sonra üzərinə şəkər pudrası səpirdim. Amma son vaxtlar nəsə peçenyaları bir qədər qızardanda daha çox sevirəm. Ona görə də bu dəfə artıq qızartdım və şəkər pudrasından istifadə etmədim. Amma zövqə görədir. Sizlər istəsəniz şəkər pudrası da üzərinə səpə bilərsiniz. Və beləcə dəyərli izləyicilərim, gördüyünüz kimi hissə-hissə xəmirdən ayırıram, ət maşından keçirdirəm və bu hissələrini bərk edib məsafəli şəkildə listimizə düzürəm. Xəmir bitənə qədər, qurtarana qədər bu üsulla hamısını hazırlayırıq və bir də yenə də qeyd edirəm, xəmiri çalışın ki, hamısını bir dəfəlik götürüb parçalar ayırıb, yəni yanınıza qoymayın, masanın üzərində saxlamayın. Bir qədər götürün, qalan hissəsini yenə də buzluğa atın. Çünki ev temperaturunda xəmir tez yumşalır. Yenə də qeyd edirəm, ət maşınına yapışmasın deyə elə buzluqda saxlayın. Oradan hissə-hissə götürün və ət maşından keçirdib, beləcə forma verərək listə düzün. Hazırlaması çox rahatdır, sizlərə qətiyyən çətin gəlməsin. Mən elektrikli ət maşınından istifadə edirəm. Köhnə ət maşınından yoxumdur ona görə. Amma sizin evinizdə varsa, yəni dədə-babadan qalma əl maşınları ki var idi, elektriksiz, həmin ət maşınından da keçirdə bilərsiniz. Hətta onu da qeyd edim ki, o ət maşınlarından keçirdəndə bu xəmiri daha da gözəl görünüşü olur. Və beləcə gördüyünüz kimi hamısını keçirdirəm ət maşınından. 2 list qeyd etdiyim kimi peçenyalarım alındı. Sobamı da artıq yandırmışam. Mən konveksiya rejimində şirniyyatlarımın çoxunu bişirirəm. Çünki bu rejim mənim şirniyyatlarımı daha da gözəl bişirir. Ona görə 170-180 dərəcə arasında 25 dəqiqə bişirdim. Konveksiyasız adi kiçik sobalarda isə 180-190 dərəcə arasında bişirə bilərsiniz. Hər kəsin sobasının dərəcəsi eyni olmur. Hər kəs öz sobasının dilini bilməlidir. Və 25 dəqiqə müddətində peçenyalar bişib hazır olur. Sobada da çox saxlamayın ki, qurumasınlar. Görünüşü bu cür olur, gördüyünüz kimi çox gözəl alınır. Yenə də qeyd edirəm, istəsəniz ki, qızarmasın, onda yəni ən alt gözdə, aşağı gözdə bişirin və üzərini qızarmağa qoymayın, qızartmayın. Sonda bişdikdən sonra üzərinə şəkər pudrası səpə bilərsiniz. Amma mən bu cür qızardıqda daha da çox bəyənirəm. Ona görə hamısının üzərini belə qızılı rəng alana qədər bişirdim. İnanın ki, çox gözəl alındılar. İçərisi yumşaq, ətirli, dadlı, ləzzətli. Digər peçenyalardan həqiqətən də fərqlənir bu peçenyalar. Çox dadlı alınır. Uşaqlıq illərimdə yediyim ən ləzzətli təamlardan biridir. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Mütləq sizlər də hazırlayın. Əgər videomuzu bəyəndinizsə, mütləq yaxınlarınızla da paylaşın. Videomuzu bəyənməyi, bir kəlmə olsa belə şərh yazmağı unutmayın. Kəmalə Kərimli vlog kanalıma da abunə olun. O kanalımda da sizləri yaya doğru bir-birindən maraqlı, fərqli, çox gözəl videolar gözləyir. O kanalımda da dəstəyinizi gözləyirəm. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Allah'a əmanət olun.